Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ağır qəzada ölənlərdən ikisi uşaq imiş. Xəbər verdiyimiz kimi Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyindən Masallı rayonunun Ləngən kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Cəyən Baş Dövlət Yol Polisi İdarəsindən mətbuat aza verilən məlumata görə Toyota Prado markalı 10RV404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarə etməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər, sürücünün övladları 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.